Prezident İlham Əliyev Davosda bir sıra dövlət və hökumət başçıları, həmçinin şirkət rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Prezident İlham Əliyev Davosda Finlandiya prezidenti Aleksandr Stubbla görüşüb. Söhbət zamanı dövlət başçıları əvvəlki görüşləri məmnunluqla xatırlayıb, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nordic Baltic Aid qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib. Prezident İlham Əliyev Davosda İraq Kürdistan regionunun baş naziri Məsrur Bərzani ilə görüşüb. Söhbət zamanı Məsrur Bərzani ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb. Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Prezident İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının JP Morgan şirkətinin sədri və baş icraçı direktoru Jamie Dimon'la görüşüb. Dövlət başçısı Azərbaycan Neft Fondu və ölkəmizin digər qurumları ilə JP Morgan arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Jamie Dimon ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Görüşdə ölkəmiz tərəfindən Amerika Birləşmiş Ştatlarının enerji sektoruna investisiya qoyuluşu məqsədi ilə JP Morgan şirkətinin cəlb edilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühit və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Davosda Avropa Yenidən Qurma və İnkişaf Bankının prezidenti Odil Reno Basso ilə də görüşüb. Söhbət zamanı bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edilib. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılıb.